Yağlı bir dəriyə sahib olsam da, üz dərimin parlaq və səpkisiz olmağını gil maskasına borcluyam. İstər toz şəklində, istərsə də bu cür hazır gil maskalarından həftədə mütləq 2 dəfə üz baxım rutinimə əlavə edirəm. Bu dəfə də Çəhrayı gil maskasını sınadım. Qoxusu möhtəşəm idi. Mən çox bəyəndim. Çəhrayı gil ağ və qırmızı gilin qarışımından hazırlanır. Hər cür dəri tipinə uyğundur. Yağlı, poralı, qara nöqtəli bir dəriyə sahibsənsə, mütləq üz baxım rutinimdə həftədə 2 dəfə gil maskasından istifadə etməlisən. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Çəhrayı gil dəriyə çox gözəl, canlandırıcı bir effekt bəxş edir. Nəticəsini ilk istifadədən görmək mümkündür. Və ən əsası Çəhrayı gil dərinin elastikliyini artırır. Qara nöqtələrdən əziyyət çəkirsinizsə, burun ətrafına mütləq tətbiq etməyi unutmayın. İstər gil maskası, istərsə də fərqli maskalardan sonra mütləq nəmləndirici istifadə edin ki, daha yaxşı və tez nəticə əldə edəsiniz. Onu da qeyd edim ki, Çəhrayı gil həssas dərilər üçün idealdır. Daha faydalı postlar və məlumatlar üçün məni izləməyi, takib etməyi, bəyənməyi unutmayın. Hələlik.